Bura Ağdabandır. Ana yurdun ayrılmaz parçası Kəlbəcərin ən gözəl kəndlərindən biri. Biz bugün burada 20-ci əsr Azərbaycan aşıq sənətinin ən qüdrətli simalarından biri Dədə Şəmşirin ocağının ziyarətindəyik. Baxmayaraq ki, onun min bir zəhmətlə qurub yaratdığı bu xaniman dağılıb. Amma biləsiz ki, Azərbaycan mədəniyyətinin ən görkəmli simaları bu evdə vaxtkən qonaq olublar. Nə yazıqlar ki, onların abad gördükləri, Dədə Şəmşirin sağ ikən öz onurlu çöhrəsi ilə qarşıladığı qonaqların gəlib getdiyi bu yer ermənilər tərəfindən bax beləcə Qarabağlığa çevrilib. Bunlara baxmayaraq, onlar Dədə Şəmşirin evini dağıtmadılar. Onlar həm də onun külliyyatını məhv etdilər. Amma yaddaşlar, qədir bilən insanlar, Dədə Şəmşir yaradıcılığına könül verən insanlar öz yaddaşlarında tutiyə kimi, müqəddəs bir yaradıcılıq nümunəsi kimi onun şeirlərini, yaradıcılığını mühafizə etdilər və əlimdə bir kitab tutmuşam, Dədənin ocağındayam. O kürün arazın tərtəriyəm mən deyirdi Dədə Şəmşir. Və sağlığında həm də deyirdi ki, kəmənd atma başıma sən, ağı qatma aşıma sən, güneylərdən qaşıma sən, qoy itməsin izim səndən. Onun səsinin hayı harayı bu dağlardadır. Hər dəfə o dağlarla biz danışanda əks səda kimi Dədə Şəmşirin səsi ilə bizə cavab verirlər. Bugün şəhidləri, Respublikamızın tanınmış sənətkarları Dədənin hüzuruna bir şəhər də ehtiramı ilə, böyük bir məhəbbət və sevgi ilə gəliblər, onu ziyarət edirlər. Sizi xoş gördük. Bir təəssüratlarınızı alaq. 32 illik ayrılıqdan sonra Ağdaban kəndindəyik. Dədə Şəmşirin ocağındayıq. Respublikanın Əməkdar Mədəniyyət İşçisi Ədalət Dəldağlı hansı hissləri yaşayır? Çox sağ olun, hörmətli Qorxmaz müəllim. Bugün mənim üçün həm sevindirici gündür, həm də kədərlendirici bir gündür. Sevinirəm ona görə, Allah'ın bugününə şükür. Qarabağımızı azad eləmişik. Allah şəhidlərimizə rəhmət eləsin. Ordumuzu var eləsin. Qazilərimizə can sağlığı. Millətimizin, dövlətimizi uca eləsin. Bizim yenilməz sərkərdəmiz var olsun. Bax, bu günləri bizə onlar bəxş edib. Ona görə də böyük Pir Ustadın, siz dediyiniz kimi, Nur Ustad, Pir Ustad, Dədə Şəmşirin ocağındayıq, məhləsindəyik. Tikib qurub yaratdıq, indi xaraba qaldıq evindəyik. Allah ermənilərə lənət eləsin. Və bugün həm də kədərlənirəm ona görə ki, bir vaxtlar bizim Qarabağ mahalının ustadı, Azərbaycanımızın görkəmli ustadı Dədə Şəmşirin yurdu burada talan olub. 11-12 yaşında başıma sığal çəkib o ustad, Dədə Şəmşir. Biz o Dədə Şəmşirin ocağını düzgün qeyd edək, nümayəndələriyik, şəhidləriyik. Mən nə deyə bilərəm, mən həmi kədərlənirəm. Baxıram, bir vaxt Dədə Şəmşir burada yazıb yaradıb, əsərləri burada cilidlərlə, qovluqlarla yaradıcılığı burada ermənilər yandırıb kül eləyib. Bugünə şükür və Dədə Şəmşirin ruhu şaddır. Burada Kəlbəcər şairlərində Şəmşir babanın, şəhidlərində, dünyadan köçmüş şəhidlərində ruhu şaddır. Nə deyə bilərəm, mənim bugün sevinirəm. Sevinirəm ona görə ki, böyük ustadın bu ocağın, bu məhləsini ziyarət edirik. Çox sağ olun, minnətdaram. Aşıq Beyti Mənsimov, hər dəfə sazı sinənizə alanda Dədə Şəmşirdən Bismillah kimi başlamışsınız. Bugün tarixi bir gündür. Ustadın məhləsindəyik. Onun ruhunun ziyarətindəyik. Bax, bu vətən səmasında onun ruhu daha dinçdir, daha sakitdir. Eli, obası, şəhidləri, mədəniyyət adamları bugün onun məhləsindədir. Hansı hissləri yaşayırsınız? Çox sağ olun, Qorxmaz müəllim. Ustadın ruhu şad olsun. Bugün mən deyim ki, çox sevinirəm. Ona görə sevinirəm ki, bu ocağı, Dədə Şəmşirin ocağını, yurdunu mən ziyarət etmək mənə qismət oldu. Bu mənim ən böyük sevinçimdir. Buna görə Allah şəhidlərimizə rəhmət eləsin. Ordumuz var olsun, elimiz, vətənimiz var olsun, Ali Baş Komandanımız var olsun ki, bu imkanları bizə yaratdı. Gəlib vətənimizi, vətənimizdə ustadımızın yurdunu gəldi, ziyarət elədik. Çox sevinirəm. Bu sevinç daim olsun deyirəm, çox sağ olun. Bizim gənc aşığımız Kəlbəcər İfa Məktəbinin ən istedadlı nümayəndələrindən biri Əli Zeynalabdinov xoşbəxt sənətkardır ki, Dədənin ocağının ziyarətindədir. Bugün sanki onun ruhundan bir xeyir dua almaq üçün buradadır.
Sizin də hisslərinizi, təəssüratlarınızı eşidək. Qorxmaz müəllim, var olasınız. Həqiqətən mən bu günlərim həm kədərlənirəm, həm sevinirəm. Sevinirəm ona görə ki, böyük ustadımız, pir ustadımız Dədə Şəmşirin məhləsindəyik. O talan olmuş evində, eşiyində, o cahı cəlalı dağılmış Dədə Şəmşir ocağındayıq. Və kədərlənirəm ona görə ki, buraları bu cürə görəndə həqiqətən də insan ürəyi dağlanır, ürəyi parçalanır. Ancaq Dədə Şəmşir elə o böyüklüyünə həm də bu dağlar bir dəstək olub, bir təkan olub. İlham verən bu dağlar. Bəli, bu dağlardan, bu gözəlliklərdən ilham alıb, yazıb, yaradıb. Ustada rəhmət, sizlərə can sağlığı. Ağdavan torpağı qarışdı qana. İndi də məbədim biri dağıldı. Qoy İslam dünyası bilsin, eşitsin, küllü Qarabağdan bəri dağıldı. Elə bil üstümə yıxdılar dağı, ziyarət evimin söndü çırağı. Of, Şəmşir ocağına əl vurdu yağı. Yurdumun müqəddəs piri dağıldı. Allah bizə verdi bəlanı satın. Dəyəri gözümdən düşdü həyatın. Mənə elə gəldi bu kainatın yeri lərzə, göyü lərzələndi, yeri dağıldı. Ürəyimdən gələn sözü bilmədim. Vallahi bir diləyə dilək dilmədim. Gün doğan tərəfə baxa bilmədim. Kör oldu gözlərim, nuru dağıldı. Bunu rəhmətli Bəhmən Vətanoğlu Ağdaban hadisəsi, 2-ci Xocalı hadisəsində. O şeiri Kəlbəcər Mədəniyyət Evinin qarşısında, gözümün qabağında ağlaya yazırdı. Çünki elə belə yurt dağılmıyor. Bir ozanın yurdu dağılıb, bir dədənin yurdu dağılıb. Ona görə də bu bütün aşıq sənətinə, ozan sənətimizə, millətimizə, sazımıza, sözümüzə, sinəsinə dağ çəkildi. Dədənin yurdu talan olmaq. Bugünə şükür, dədə, ruhuna qurban olun, baş əyrəm, ruhun şaddır, sənin şəhidlərin, yetirmələrin, balaların gəlib sənin, sizin ocağınıza, yurdunuza, ziyarətinizə. Heyli vaxtı görüşünə gəlmirəm. Unutmaz bu gözəl yaylaqlar məni. Çilik yalı, daş arası, taxta düz, istəhli dost kimi qucaqlar məni. Hələ azalmayıb piltənin yiyib. Nə gözəl səslənir toraq ayneyi. Qaşmaz dağ kessi, ürkməz kəhliyi, saymaz yad ofsuya oylaqlar məni.
Hemen bu yerlerdi sevip seçtiğim. Sinəsində min cığırdan keçdiyim. Şirin şərbət bulağın sularından içdiyim. Unutmaz o Loğman bulaqlar məni. Dostluqda əhdimə sadiq durmuşam. Yollarında neçə köhlən yormuşam. Elləri ilə saysız məclis qurmuşam. Unutmaz vəfalı qonaqlar məni. Şəmşir, Şəmşir səni bir də yetirməz zaman. Bilər bu mətləbi arif, dərd qanan. Sərrafın qədrini nə bilər nadan? Of, keçər qəbrim üstdən ayaqlar məni. Ayaqlar məni. Bir ustada rəhmət olsun. Kes. Ay qocalık yolumu qalxımı kes. Küldü qamətim belhayır, oldun ayellər belhayır oldu. Tutmadı dizlerim yol hayır, oldun ay balam yol hayır oldu.
balına tel hayır olduna yerler tel hayır oldu. Şemşirem günlerim Gamdı feyrahdı Derde derman gülmeye Hem oynaya Mahdın ay balam Her oynaya Mahdın aman 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 kağıda aldı ağla gözyaşını sil hayır oldun ay balam sil hayır oldun. Hoştu seyrin mehabbeti Yok baştu seyrin mehabbeti Yok dağlar benim yüreğimde 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 Muamele solmaz kızıl güller açıp ve ben değilim Kardeş olmaz kızıl güller açıp bağlar benim Yüreğimde 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 Hoştu senin məhəbbətin Dağlar mənim ürəyimdə Solmaz qızıl güllər açıb bağlar mənim ürəyimdə O belə qəlbimdə içində kədər var İllər qəlbimdə içində kədər var Dosta qülfət Baş nəzər var Leyli Erkəli Bali Bali Bali
O belemen kemanşı ne kadar var. Allah'ına kemanşı ne kadar var. Ağlar mı benim yüreğim, yüreğimde, yüreğimde. Qəlbimdəki nə kədər var. Dosta ülfət xoş nəzər var. Nakam aşiq nə qədər var ağlar mənim ürəyimdə. Xoşdur sənin məhəbbətin dağlar mənim ürəyimdə. O belə yaylaq olmaz, yaylağımda. Qardaş yaylaq olmaz, yaylağımda. Sinəm düzləm, zirvəm yüksək, lay 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 körpələr. Mən şəmşirəm arzu bilsən. İllər mən şəmşirəm arzu bilsən. Ey çağlar mənim ürəyimdə, 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 ürəyimdə. Yaylaq olmaz yaylağım tək. Sinəm düzən, zirvəm yüksək. Mən şəmşirəm. Mən şəmşirəm arzu, istək sağlar mənim ürəyimdə. Xoşdur sənin məhəbbətin dağlar mənim ürəyimdə. Dağlar mənim ürəyimdə.